Doktor selam. Biz 37 ile devam edək. Bir məntəqədən eyni zamanda əks istiqamətdə iki avtomobil yola düşdü. Avtomobillərdən biri 3 saat, digəri 8 saat yolda oldu. Onlardan biri digərindən 160 kilometr az yol getmişdirsə, avtomobillər arasındakı məsafəni tapın. Uşaqlar əks istiqamətdə yadınızda qalsın. Deməli, qarşı-qarşıya da sürətlər toplandı. Eyni istiqamətdə sürətlər çıxıldı, əks istiqamətdə sürətlər toplanacaq və az sözlü, çox sözlü varsa bilin ki, onlar arasındakı fərq tapılır. Bu artıq qaydadır. Biri 3 saat, digər 8 saat yolda olub. O deməkdir ki, 8 çıx 3, 5 saata 160 kilometr məsafə gedilib. Ona görə 1 saata gedilən yol tapıram. 160 bölü 5, 32 kilometr saat. İndi baxın, bir məntəqədən əks istiqamətdə. Bu şəkildə. Biri 3 saat, bu gedir 3 saat, digəri gedir 8 saat. Düzdürmü? Tutaq ki, məsəl üçün, bu bura qədər, buradan bizdən bu ümumi məsafəni istəyir. Nə edə bilərik? Əks istiqamət olduğuna görə istəsəz 3 və 8-i toplayıb sürətə vuraraq 32, 3 üstəgəl 8, 11, 11-i vururuq 32-yə 352 kilometr. Ya da ki 3 vur 32, 8 vur 32 hər ikisini hesablayarıq. 3 vur 32 bizə verir 96. Düzdürmü? 8 vur 32 də bizə verir 256. Sonra bunları toplasam 352. Hər iki cavab doğrudur. Birinci testimizin düzgün cevabı A variantı. 2. Aralarındaki mesafə 40 km olan iki məntəqədən əks istiqamətdə avtomobil və avtobus yola düşdü. Avtomobildən 3 saat əvvəl yola çıxmışdı. Sürəti 75 olan avtomobil 2 saat yol getdikdən sonra onlar arasında məsafə 390 km oldu. Deməli, aralarındakı məsafə hal-hazırda və aralarındakı məsafə 40 km olan iki məntəqədən əks istiqamət. Biri sağa gedir, biri sola gedir. İki avtobus yola düşdü. Avtomobil. Deməli, buraya yazaq avtomobil. Buraya yazaq burada yazaq avtobus. Düzdürmü? Avtobus avtomobildən 3 saat əvvəl. Yəni, avtobus 3 saat əvvəl. Bu 10:00-da yola çıxıbsa, bu 13:00-da yola çıxıb. Sürəti 75 olan avtomobil. Bunun sürəti 75 km/saatdır. 2 saat getdikdən sonra. 2 saata nə qədər yol getdi? 2 vur 75. 150 km. Gəlib bura. Düzdür? 150 km. Ara məsafədə 40 km var idi. Ümumi deyir, bu da müəyyən qədər gəldi. Ümumi oldu 390 km. Yəni 150 üstəgəl 40. 190 var. Deməli, avtobus neçə kilometr yol gedib? 390-dan 190 çıxıram, 200 kilometr yol gedib. Düzdürmü? 2 saat yol getdikdən sonra. 2 saat yol getdikdən sonra deyirsə, yəni avtomobil 2 saat yol getdikdən sonra söhbət 15:00-dan gedir. 15:00-da ara məsafə 390 olur. 10:00-dan 15:00-a neçə saatdır? 15:00-dan 10:00-a çıxsaq 5 saat, düzdürmü? 5 saata 200 km gedibsə, 200 bölünsün 5, bu da bizə verir C variantı 40. İkinci testimizin düzgün cevabı. O saatları 10, 13. Mən prosto xəyali olaraq yazıram ki, siz başa düşəsiniz ki, biz orada niyə 5 çıxaraq, niyə toplayırıq? Yəni, saatı yazanda daha uşaqlar aydın başa düşür. Aralarındakı məsafə 75. Deməli, bu şəkildə ara məsafə yenə 75 km olan iki məntəqədən eyni zamanda əks istiqamətdə biri sağa gedir, biri sola gedir. 2 avtomobil yola düşdü. Avtomobillərdən birinin sürəti digərindən 20 km/saat çox olarsa, saat çox idi, 3 saat sonra onlar arasındakı məsafə 615 oldu. Yəni, onlar arasındakı ümumi məsafə 615 oldusa, deməli 615-dən 75 zaten aradakı məsafədir, var idi. Düzdürmü?
615-dən çıxıram 75-i. Deməli, onlar 3 saata 540 kilometr yol gediblər. O zaman 1 saata getdikləri yol 180 kilometr saatdır. Mən də nə dedim? Dedim ki, əgər söhbət əks istiqamətdən gedirsə, sürətlər toplanılır. Birinin sürəti x-dır, digərinin sürəti x gəl 20-dir. Özü deyir, 20 kilometr saat çoxdur. Cəm də olacaq 180. Niyə? Çünki əks istiqamət x gəl 20 bərabərdir 180. Çünki əks istiqamətdir. 2x bərabərdir 160, x bərabərdir 80. Deməli, bu olur 80, bu olur 100. Sürəti kiçik olanı soruşur. Düzgün cavab 3-cü testimizdə B variantı. Gəldik 4-cü testə. Aralarındakı məsafə 110 kilometr. Yəni bu şəkildə ara məsafə 110 kilometr olan iki məntəqədən eyni zamanda əks istiqamətdə iki avtomobil yola düşdü. Avtomobillərdən birinin sürəti digərindən 2 dəfə çox idi. 5 saatdan sonra onlar arasında məsafə 710 kilometr oldu. Yəni 710-dan 110-u zaten var idi, gedilməyib də, var idi əvvəldən. 710-dan 110 çıxıran bu bizə verir 600 kilometr. Düzdürmü? Deyir, birinin sürəti digərindən 2 dəfə çox idi. Yəni 600 kilometri neçə saata gediblər? 5 saat. Ona görə 600-ü bölürəm 5-ə, bu da olur 120 kilometr saat. 2 dəfə çox olduğuna görə biri olur x, biri olur 2x. Əks istiqamət olduğuna görə toplayırıq bunları. 3x bərabərdir 120, 120 bölü 3, 40. Yəni birinin sürəti olacaq 40, digəri 2 vur 40, yəni 80. Sürəti çox olanı soruşur. Düzgün cavab 4-cü testimizdə D variantı. Keçirik 5-ci test. Aralarındakı məsafə 110 kilometr olan yenə. Aralarındakı məsafə 110 kilometr olan iki məntəqədən əks istiqamətdə. Biri sağa, biri sola. Əks avtomobil yola düşdü. Motosikletçi avtomobildən əvvəl yola çıxmışdı. Motosikletçinin sürəti 32, avtomobilin sürəti 60. Deməli, buraya yazaq motosiklet sürəti 32-dir. Buraya yazaq avtomobil sürəti 60 km saatdir. Avtomobil 240 km getdikdən sonra hesablayıram ki, 240 km neçə saata gedib? 240 bölü 60, 4 saata gedib. Deyir, bu 240 km getdikdən sonra, yəni 110-dur. 240 kilometrdə getdikdən sonra, bu da müəyyən qədər 4 saata yol getdi axı. Ümumi məsafə oldu 510. Deməli, 110 əvvəldən var idi. 240-da avtomobil getdi. Deməli, 240 üstə gəl 110. Bu neçə oldu? 350. 510-dan 350-sini çıxırıq ki, görək motosikletçi nə qədər yol gedib? 160 kilometr. Düzdürmü? Sürəti neçədir? 32. 32 ilə 1 saat 32 kilometr gedirsə 160 kimi neçə saata gedər? 160 bölü 32 5 saat. İndi nə sortur? Bu 5 saat yolda olur. Bu isə hesabladıq ki 4 saat. Motosikletçi avtomobildən neçə saat əvvəl yola çıxıb? 5 çıx 4. Bu da olur 1. Yəni 5-ci testimizin düzgün cavabı Y variantı. 6. Aralarındakı məsafə 100 km olan iki məntəqədən 100 km olan iki məntəqədən biri sağa, biri sola. 2 əks istiqamətli avtomobil və avtobus. Yenə yazıram belə avtomobil. Burada yazıram avtobus yola düşdü. Avtobus avtomobildən 3 saat əvvəl. Avtobus 3 saat əvvəl. Yəni avtomobil 10:00-da yola çıxıbsa, avtobus, avtomobil bu 13:00-da yola çıxıb, düzdürmü? Avtobus avtomobildən 3 saat əvvəl yola çıxıb, sürəti 55 olan avtomobil. Bu 55 km bölü saat 4 saat getdikdən sonra, deməli 55 ilə 4 saata görək nə qədər yol gedər. 55 vur 4, bu bizə verir 220 kilometr. Baxın, bu bura oldu, bu qırmızı xət 220 kilometr. Bu da 100 kilometr. Ümumi məsafə də oldu 530 kilometr. Düzdürmü? 220 avtomobil gedib, 100-də əvvəldən var idi. Bu oldu 330. 530-dan da bu 330-u çıxırıq. Bu 200 kilometri kim gedib? Avtobus gedib. Avtobus 200 kilometr yol gedib. Düzdürmü? Neçə saata gedib? Avtomobil 13:00-da
yola çıxıb 4 saat sonra 17:00-a kimi gedib bu 220-ni. 10:00-dan 17:00-a 7 saat daxı mən nəysə səhv hesabladım mən yenə. Bir dəqiqə. Hə, burada səhvimi gördüm. Deməli 220 üstə gəl 100, 320, 320 də çıxanda 210 kilometr. Aha, burada bir dənə mexaniki səhvim olub. Deməli 220 kilometr bu gedib, 100 kilometr ortada var ara məsafə, cəmi 320 oldu. 530-dan 320-ni çıxanda 210 kilometr. İndi nə deyirəm? Avtomobil 13:00-da yola çıxıb 4 saat sonra, yəni 17:00-a kimi gedib 220 kilometr düzdür. 4 saatdan sonra ara məsafə 530 oldu. Yəni 17:00-a kimi avtobus 10:00-da yola çıxıb 17:00-a kimi neçə saat keçib? 7 saat. 7 saata neçə kilometr yol gedib? 210 kilometr. Onda sürəti necə taparam? 210-u bölərəm 70-ə. 7-yə. Bu da bizə verir 7-yə, bu da bizə verir 30 kilometr böl saat. Yəni 6-cı testimizin düzgün cavabı A variantı. Sualı biraz kiçildi. Çünki yarısı yuxarıdadır, yarısı aşağıdır. Yox, olmadı. Eyvah. Aralarındakı məsafə 70 olan iki məntəqədən əks istiqamətdə. Aha. Yəni ara məsafə 70 kilometr olan iki məntəqədən əks istiqamətdə motosikletçi, buraya yazıram motosikletçi, buraya yazıram avtomobil yola düşdü. Motosikletçi avtomobildən əvvəl yola çıxmışdır. Motosikletçinin sürəti 30 km/saat, avtomobilin sürəti 50 km/saatdır. Avtomobil 200 km getdikdən sonra. Əvvəlcə bura baxıram. 200 km neçə saata gedir? 4 saata. 4 saata bu gedəcək 200 km. Bu deyir 200 km getdikdən sonra ara məsafə 450 oldu. Yəni tutaq ki, bu müəyyən qədər yol gəldi. Bu da müəyyən qədər vaxt. Buradan bura qədər ümumi məsafə oldu 450. Deməli 200 kilometrini bu gəlibsə, 70 də burada var. 200 və 70-i toplasam 270. 450-dən də 270 çıxsam 280 kilometr. Düzdürmü? Sonuncu testdə çünki artıq mexaniki səhvləri edirəm, elə bilmirəm. Hamısı yorğunluqdandır. Deməli 200 motosikletin sürəti 30-dur, avtomobilin sürəti 50-dir. Avtomobil deyir 200 kilometrə gedir, 200 bölərdi 4 saata. Ara məsafə oldu 450. Düzdürmü? 70 bu. 200 də burada var. 270. 450-dən 270 çıxıb 180. Deməli, davam edək. 180-i gedib motosikletçi neçə saat əvvəl yola çıxıb? Motosikletçi 30-dan neçə saat gedə bilər? 180 bölü 36 saat. Bu neçə saat yolda olub? 4 saat. 6 çıx 4 bərabərdir 2 saat. Düzgün cavab C variantı. Biraz dərslərim çox geç saatlarda bitir. Yəni gün ərzində video çəkməyə vaxtım olmur. Ona görə məcbur bu saatlarda çəkirəm. Biraz yorğunluq, biraz geç saatlar. Yəni mexaniki səhvlər olur, üzr hesab eləyin. Maksimum yenə diqqətli olmağa çalışacağım. C variantı. Sonra baxaq 8-ci testdə. Aralarındakı məsafə 100 kilometr olan iki şəhərdən eyni zamanda aralarındakı məsafə 100 kilometr olan eyni zamanda əks istiqamətdə biri sağa gedir, biri sola. Birinin sürəti 70 olan iki avtomaşın hərəkətə başladı. 6 saatdan sonra onlar arasında məsafə 1030 oldu.
6 saatdən. Əvvəlcə biz bu 1030-dan 100-ü çıxaq. Çünki ortada olan məsafədir də zaten 930 kilometr. 930 kilometri neçə saata gediblər? 930-u gediblər 6 saat. Düzdürmü? 930-u bölürəm 6-ya. Bu da bizə verir 155 kilometr saat. Əks istiqamət olduğuna görə sürətlər toplanmalıdır. Yəni birinin sürəti 70 isə digərinin sürəti neçədir ki, toplayanda 155 olur. 155-dən 70 çıxıram. Bu da bizə verir 85B variantı. 9 aralarındakı məsafə 120 olan ikişərdən eyni zamanda iki istiqamətdə minik və yük avtomobili yola düşür. Minik avtomobilinin sürəti saatda 60, yük avtomobilinin sürəti 40 km idi. Neçə saat sonra onlar arası, neçə saatdan sonra avtomobil arasında olan məsafə 320 olacaq. Yəni 320-dən 120-sinə çıxıram. Niyə? Çünki o aradakı məsafədə də gedilməyib ki, 200 km. Bu 200 km deməli, birinin sürəti 40-dır, birinin sürəti 60 toplayıram. Deməli, bunlar 1 saata ümumilikdə bunun sağa, bunun sola getdiyini hesablasaq 1 saata 100 km saat gedir. Bizə də soruşur ki, neçə saata 200 km gedər. Niyə? 120 də zaten ortada var. Düzdürmü? Ona görə 200-ü bölürəm 100-ə. Bu da bizə verir cavab 2, yəni D variantı. Gəldik 10-cu testdə iki şəhərdən eyni zamanda iki istiqamətdə sürətli saatda 48 və 52 olan iki avtomobil hərəkətə başladı. 4 saatdan sonra onlar arasında məsafə 470 oldu. Deməli, yenə şəhərlər arasındakı məsafəni tapın. Eyni zamanda əks istiqamətdə 48 və 52. Yəni əks istiqamət olduğuna görə 48 və 52-ni toplayırıq. 48 və 52-ni toplasaq 90-100. Düzdürmü? 4 saata bunlar nə qədər yol gedəcək? 4 bölü 400 km. Bəs necə olub ki, ara məsafə 470 olub? Deməli, əvvəlcədən zaten orada 470 çıx. 470 km iki şəhər arasında məsafə var imiş. Bu da bizim 10-cu, sonuncu testimiz B variantı. Təkrar deyirəm, biraz tələskənlik edirəm. Daha çox test izahı çəkməyə çalışıram. Ona görə biraz mexanik səhvlər olur. Üzr hesab eləyin. Amma siz diqqətli olun. Sizin müəlliminiz kimi tələsmirsiniz, diqqətsizlik eləmirsiniz. İnşallah növbəti izahlarda görüşərik.